Verilişin sponsoru Doktor Can Poladın klinikası. Verilişin sponsoru SAP, halallıqla xidmətinizdə. Verilişin sponsoru bitki mənşəli otacı şampun və sabunlarıdır. Multi bişirici gərəkdirsə seçim Redmond. Redmond, yaxşısını bəxş edin. Hoş gördük əziz tamaşaçılar. Bugün bizim studiyamıza ekstrasens, hipnotizor, NLP mütəxəssisi hamısını yığıb gətirmişik. Görə hələ gələ bir fala baxdıraq, yoxsa yox. Məncə baxdırmayaq. Amma bunlar deyirlər ki, gəl baxdır, gəl yatızdıraq səni, gəl oyandıraq səni. Sanki özümüz oyanıb yata bilmirik. Arzu xanım, xoş gördük. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Arzu xanım, pişmişləri yeyim qutarım. Yiyin, sonra verilişin axırda fikirləşə görə nə pişirəcəyim. Nə pişiririk indi? Mən istəyirəm sizə bugün bizim Redmondda model 110 M110, bəli. M110, bəli. Onda şirniyyat pişirib. Amma öz reseptimdən. Aha, burada yoxdur. Burada yoxdur. Nəhayət ki, mən yavaş-yavaş özümküləşdirirəm. Azərbaycanlaşdırırım. Azərbaycanlaşdırırım. Yəni, mən onu qeyd eləmək istəyirəm ki, xanımlarımız elə bilməsinlər ki, sırf ancaq kitabdan reseptləri götürüb. Heç elə bilmirdilər. Sadəcə olaraq bizi tilsim idi salmışdır. Salmışdıq, bəli. Deməli, bizə bunun üçün nə lazımdır? Yumurta 3 ədəd, şit yağı 5 xörək qaşığı, qabartma tozu, fındığı yeyib qutarmasa Ulvira xanım, 200 qram fındıq, 200 qram kişmiş, 200 qram şəkər tozu, bir də 200 qram, yəni 200 qram stakan yoxdur, bu xrustal stakanlar. Onlardan 1 stakan un. Bunların hamısını, bəli. Amma içinə istəsək fındığı qozla da əlavə. Doğranacaq, bəli. Doğranacaq hətta. Doğranacaq, bəli. Sonra hamısını bunları bir-birinə qarışdırıb, təbii ki, şirniyyat pişirən xanımlar bilirlər, şəkər tozu ilə əvvəl yumurtanı qarışdırırıq. Bunun içində. Və tədricən, bəli, tədricən keçirik ona, yağa, kişmişə, bir də fındıq. Və kökəltmə prosesinə başlayırıq. 35 dəqiqə ərzində bizim şirniyyatımız hazır olacaq, Allah qoysa. İcazə versəydiniz, mən işimə başlayayım. İcazə verim, səs sözü də alım mən sizin. Buyurun. Səs sözü aparım verim İlahi Heybadovaya. Oxuyacaq da. Xoş gördük. İlahi Heybadova bizim studiyamızda. Ekstrasens Elşən Bəsirət. Xoş gəlmişsiniz Elşən. NLP mütəxəssisi Babək Bayramov. Xoş gəlmişsiniz Babək müəllim. İntiqam Valihoğlu bizim jurnalist, studiyamızdakı daimi nümayəndə. Allahverdi Çıxbabayev, hipnotizor və Loğman Abdullayev, hüquqşünas. Xoş gəlmişsiniz. Hər biriniz bizim studiyamıza xoş gəlmişsiniz. Qabaqçadan deyim ki, heç nəyə inanmıram. NLP-dən savayı heç nəyə inanmıram mən. Çünki NLP deyirlər, belə adamı köklüyür, belə nə bilim, nəsə bir proqramlar falanlar verir, insan psixikası ilə bağlı. Siz ətraflı deyin NLP nədir? Bilirsiniz, NLP neyrolingvistik proqramlaşdırma deməkdir. Çünki həyatımızda müxtəlif davranışlarımız var, bunlar da qəliblər şəklindədir. Bugün elədiyimiz davranışlar sabahkinə bənzəyir, dünənkilərə bənzəyir. Hamısı eyni qəliblərdir, həyatımızı formalaşdırır. Bunu ilk dəfə olaraq Kaliforniyada Richard Bandler ilə John Grinder fikirləşdilər ki, necə olur ki, bəzi insanlar həyatda uğur qazana bilir, xoşbəxt ola bilir, istəklərinə nail ola bilir, daha zəngin bir həyat yaşaya bilirlər. Bunu başqaları eləyə bilmirlər. Fərq nədədir? Və araşdırdılar, gördülər ki, uğurun bir strukturu var və onu modellədilər. Digər insanlara tətbiq olundu, o nəticələr əldə olundu. Bilirsiniz, burada... Başqa, yəni pis bir şeylərə də proqramlaşdırmaq olar da. Bilirsiniz, zehin oyunları çoxdur. Bununla məşğul olan sahələr müxtəlifdir. Bizim əsas məqsədimiz dünyaya fayda verməkdən ibarətdir. Yəni, insanlarda zərərli vərdişlər var, özlərini hərəkətə keçirə bilmirlər. Planları var, bir şeyləri var, istəkləri var, hərəkətə keçə bilmirlər. Stres var, qurtara bilmirlər. Bir fobiya var, qurtarmaqda çətinlik çəkirlər. Çox qısa bir müddət ərzində. Çünki onun bir sinir sistemi bir şəkildə işləyir ki, həmin o qorxunc vəziyyətə düşür insan. Amma sinir sistemin daha faydalı bir şəkildə işlətməklə istədiyimiz nəticələri əldə edə bilmək. Mən belə baxıram, müasir zəmanə sadəcə olaraq uğura proqramlaşıb.
Bilirsiniz, Hər kəs uğur istəyir. Məsələn, Loğman müəllim çox siqaret çəkir. Tərgitdirə bilərik NLP vasitəsilə. Tərgitdirmək olar, amma bir qədər bu uzun çəkən bir məsələdir. Nə üçün uzun çəkən məsələdir? Çünki Loğman müəllimdə bir tetikləyicilər var. Yaxud da ki, digər insanlarda hamısında bir tətikləyici. Ya siqaret qutusunu görəndə və yaxud da ki, xoş bir anlarda, bunlar lövbərlərdir. Müxtəlif yerlərdə. O tetikləyicilər insanda siqaret çək mesajını verir və insan onu başlayır çəkməyə. Amma təzə-təzə çəkəndə bədən deyir ki, salma mənə bu zəhəri. Amma ikinci inanc da oradan istəyir ki, yox, böyük kimi görsənməlisən, özünü əsasən yeniyetməlik yaşlarında başlayır da insanlar. Böyük olmalısan, karizmatik görsənməlisən. Bunun kimi ikinci dərəcəli faydaları var. Və insanda bunları da yaradan bir şey var. İnsan siz özünüzü proqramlaşdıra bilirsiniz? Bilirsiniz, mən əsasən özümü çox proqramlaşdırırım. Çünki burada insan bir şeylər eləmək istəyirəm. Biz də insanıq. Baxmayaraq ki, orada trener və yaxud master kimi bir şeylər yazılır CV-mizdə. Bir çıxış eləməliyəm. İstənilən əhval yoxdur məndə. Dəqiqələr ərzində mən o əhvalı yaratmalıyam. Çünki insanlara motivasiya verməliyəmsə, mənim özümdə onun olması lazımdır ki, mən onu verə biləm. Əslində bu özünü tanımayan insanlara lazımdır. Bax, mən məsəl üçün bir dəfə Aygün xanımla bir tədbirə gedirdim, Aygün Kazımova ilə. Evdə nəsə bir, belə deyək də, keyfi yox idi da. Evdən biz çıxdıq gedəndə, baxdım, gördüm ki, musiqinin səsini artırdı, başladı rəqs eləməyə, özünü motivasiya elədi, artıq tədbirə girəndə elə bir görünüşlə, elə bir əhval-ruhiyyə ilə girdi o tədbirə ki, elə bir ki, elə bir həftədə oynayır özü üçün. Ülvira xanım, o siz dediyiniz ümumiyyətlə lövbərdir. Lövbərin əsası gedir, çıxır şərti refleksiya, Pavlovun araşdırmalarına. Hansı ki, itlərin üzərində təcrübə aparmışdı. Zəngi çalanda itin ağzından artıq ağız suyu ifraz olunmağa başlamışdı. Bu təcrübə əgər heyvanlarda keçərlidirsə, insanlarda, məsəl üçün, keyfiniz olmayan anda birdən xoşunuz gələn bir musiqi gəlirsə, artıq əhvalınız dəyişə bilər. Və yaxud da ki, keyfiniz superdir, birdən xoşunuz gəlməyən bir insanı gördünüz və yaxud zəng elədi, telefonda gördünüz, onun adına negativ bir lövbər atmışsınız, emosional lövbər. Artıq avtomatik olaraq keyfiniz korlana bilər. Elə deyil, Ayha xanım. Əslində, dediklərinin hamısına razıyam, çünki doğrudan da elə. Bax, bura gəlməmişdən qabaq çox əsəbi idim. Gördüm. Maşını park eləməklə dava eləyirdiniz rəsmən. Amma indi necəyəm, maşallah, gözəl insanları, gözəl avranı görəndən sonra, yəni keyfim əla olmalıdır. Bir dayanın görün hələ, gözəl avra birazdan burada pozulacaq. Pozulmaz inşallah. Yox, onda bir dərə mənə baxın. Alaverdi mən, bax, süjetə baxdıq, gördük ki, siz orada sirkdə, 90 neçənci illərdir bu? 97. 97-ci ildə siz insanlarla əməlli başlı orada fokus göstərirsiniz. Siz fokusmusunuz. Fokus başqa şeydir. Bəs nədir bu? Mən sizə deyim ki, mən səmimi deyim sizə ki, İnanmırsınız. İnanmıram, qətiyyən inanmıram. Demək, insan oturub bir, neçə min nəfər adam var orada? Orada 2500. 2500 nəfər adam var. Siz onları çıxardırsınız bir-bir ortaya, yaxınlaşırsınız, yıxılır, yaxınlaşırsınız, yıxılır. Bəli. Niyə? Pul vermişsiniz onlara. Demişsiniz ki, sənə pul verirəm, gəl otur burada, mən səni çıxardanda yıxılacaqsan. Gəlin bir sadə bir misal çəkeyim. Gündə 4 seans verirdim Bakı Dövlət Sirkində. Gəlib danışıram ki, xahiş edirəm, sən alıb bu pulu, sən orada yıxıl, dur. Bu birinci seans, keçdi ikinci seans. Gedirdim ki, sən Ülvira xanım al bu pulu, sən burada bir Allah Pugaçova kimi oxu. Bilirsiniz? Mən belə deyək. Əgər siz bir dəqiqə, siz inanmırsınız. Təsir altına düşür. Bəli. Təsir altına düşür. Bu hipnoz deyil ki, bu sadəcə olur, aha, filankəs özündən getdi, filankəs yıxıldı, filankəs nə bilim dombalalaşdı, aha, mən də başladım. Demək, burada nəsə var. Bunu mən özüm, bir də özünü göstərmək var da. Kameranı görən kimi hamı başlayır oynamağa. Yox, hipnoz elmdir. Hipnozun forma və metodları var. Bu bütün dünyada sübut olunmuş bir elmdir.
ay nə bilim bu falçılıq, bu Tamam, carcarlıq. hansı səbəblə eləyirdiniz? Pul qazanmaq üçün eləyirdiniz də bunu. Hipnoz eləyib nə edirdiniz ki? NLP deyirdi ki, siz onu Mən gedim, məsələn kökləyəsiniz nəsə bir uğura, Yaxşı. nə. İstər NLP, istər hüquqşünasımız vəkildir. Bu pul qazanmalı deyil. Bəli. Yox, qardaş, siz pul qazanmalı deyilsiniz və yaxud jurnalistsiniz. İstər-istəməz Yəni bu şansları keçirməkdə üçün. Məsələn, mən gedirdim. Məqsədiniz pul qazanmaqdır. Elə böyük yerlər. Məsələn, bir ay Bakı Dövlət Sirkində mən gündə 4 seans verirdim. 2000, 2500. Kasetdə də gördünüz. Yaxşı, bu mənim pul qazanmaq üçün deyil. Bəs yox, başqa nəyəsə istifadə Yaxşı, müğənni toya gedir. Aha. İlahə görən kimi deyir. Yox, müğənni siz toya danışmazsınız. getmir. Toya gedirsiniz və yaxud axır yaşamaq üçün Burada pul bir şey qazanmaq. Başa düşürəm, vurğulamaq çox üzr istəyirəm. Sadəcə olaraq mən nəyə bilmək istəyirəm? Hipnoz eləməkdə məqsəd nədir? Bax, onu Amma bilmək nədir? istəyirəm. Bax orada bir deyil, dəqiqə. 2500 nəfərdən siz pul yığdınız, dəqiqə. çıxdınız. Məsəl üçün yox. qardaş bildirdi ki, uğura doğru. Yəni hərəsi, yəni hər bir sahəndə, amma mən doğrudan mənə yəni o Yaxşı. bilmək istəyirəm, Bir yəni var. maraqlıdır. Dünya səviyyəsində Azərbaycanda ilk dəfə mən estrada hipnozunu yaratdım. Dünya səviyyəsində bu mövcud idi. Var estrada hipnozu. Var xalq hipnozu. Klinik Müalicə, hipnoz. Tibbi hipnoz. Klinik hipnoz. Tibbi hipnozla bizim respublikada görkəmli tibb adamlarımız tibbi müalicə, xarakterli hipnozla müalicə. Yəni siz eləmirsiniz bunu. Biz isə, mən Sadəcə isə şou xarakterli. estrada şou. Sadəcə şou. Bəli. Aydındır. İndi bu şou üçün, məsəl üçün İlahə İbadovanı Allah Pugaçovanın səsi ilə oxutura bilərsiniz bu dəqiqə. Mümkündür. Bu dəqiqə Bu dəqiqə. hipnoz etmək üçün ustanovka deyirlər. Bu hipnozun ilkin pilləsi. Seansa da gəlmək. Elə bir şərait. Hazırlamaq lazımdır. Mütləq. Bir 2500 adam olmalıdır. Yox. Bəs nə? Mənə maraqlıdır, gedək. Biz sizə şərait yaradaq da. Yəni intim, Etiraz privat bir şərait eləmirəm. Etiraz lazımdırsa. eləmirəm. Azı orada Nə qədər vaxt lazımdır 200 sizə? nəfərlik auditoriya Aa, 200 nəfər. Ülvira xanım, diqqətdən Orada siz kənar. deyirsiniz, hamı desin, oxu, 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 Yox, xeyr, Allah, oxu Allah. demir. Bilirsiniz, qanunlar var. Hər 24 nəfərdən biri somnambulist olur. Var pervisli, birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli. Samnabula bu gecələr durub yeriyəndir də. Yox, onlar Lunatik kimi. fanatiklər, onlar başqa. Aha. Deməli, birinci pilləli insanlar tez təlqini qəbul edir. İlahi barı. Somnambulist olur. İkinci dərəcəli 30-40 dəqiqəyə, üçüncü dərəcəli hətta 3-4 günə. Hətta Mən inanmıram, ona görə maraqlıdır. yox, inanmayın. Dördüncü dərəcəli- Dördüncü dərəcəlilər isə ruhi xəstələr. Ruhi xəstələrdəki onlara deyəsən mən ayrım. Əgər Onların sırasına mən qatılıram. hələ Çünki bunu mənim demək olmaz. hipnoz Ona eləmək görə ki, mümkün deyil. hipnozun forma metodları var axı. Biri var slovesni söz qəbul Allah verdi göz. mənim. Bəli. İstəyirsiniz 200 nəfər yox. 200 dəfə 200 nəfər yığın ora. Siz hipnoza 7 düşməyəcəksiniz. ilinizi də sərf eləyin mənə. Həyatı boyu mən hipnoza falan Onda düşmərəm. Siz Ülvira xanım, bir şey mən Ruhi burada xəstə. vurğulamaq Yəni istəyirəm. mən sənə təsir eləyə bilmirəmsə, o demək deyil ha ki, mən hipnotizm. Üzr istəyirəm Ülvira xanım. Bir şey mən burada vurğulayım ki, hipnoz elmi artıq çox inkişaf eləyib. Hətta ən yüksək dərəcəsi Erikson hipnozu deyilən bir Axırıncı, hipnoz var. sonuncu. Erikson hipnozu Bəli, nədir? bu Sonuncu. Erikson hipnozunda ümumiyyətlə klassik hipnozlardan fərqli olaraq burada sözlə hipnozdan söhbət gedir. Yəni baxın, təlqin verdikdə insanın diqqətinin idarə olunması, oturduğunuz kresloların yumşaqlığını hiss eləyə bilərsiniz və bədəninizi dolaşdıraraq sizi rahatlandırdığını hiss eləyə bilərsiniz. Babak mənim, siz mən hipnoza sal. Baxın, Hiss edirəm. baxın. Verin bir də danışın. Siz bədəninizdə az da olsa bir Məni dəyişiklik yuxa hiss aparsa elədiniz bilin ki, mi? yəni. Yox, o Baxın. bədənimdə az da olsa siz deyirsiniz İndi ki, bu- kreslonun yumşaqlığını filan mən bəli evdə kresloda Baxın. oturanda və yaxud da divanda uzananda yumşaqlığını İndi istəyirəm və ləzzət. burada mən bir məqamı açmaq istəyirəm. Hipnoz başqa şeydir, trans başqa şeydir. Hipnozla transın fərqi nədir? Ola biraz yaxşı hipnoz odur ki, insan bir təlqini qəbul eləyir. Təlqini qəbul edir.
Trans odur ki, insan dərin, fərqli bir şuur səviyyəsinə keçir. Bunun dərin somnambulis həddi var. Deep trans deyirlər ingilis dilində, yəni dərin trans. Orta trans var. Siz necə paralel dünyalarda desəniz də Elvira xanım bunu bilən deyil. İndi bir məqamı deyil. Burada onlar bilən deyil. Baxın, Ülvira xanım bir şey dedim ki... Bilirsiniz, mən nəyə görə buna inana bilmirəm? Çünki mənim özümdən yaxşı həkimim yoxdur. İstənilən şeydir, haransa ağrıyırsa mən onu özümə dərmansız, filansız keçirə bilərəm. Və özümü uğura da kökləyə bilərəm, düşə də bilərəm. Yəni, mənə nə NLP lazımdır, nə Allah verdi məlim lazımdır. Özünə təlqin. Nə də ki, yaşam məsələ. Özünü təlqin deyirlər. Özünü təlqin deyirlər. Hər bir insan daha yaxşı anlaşılması üçün bir şey demək istəyirəm, daha yaxşı anlaşır. 7 plus minus 2 var, belə bir rəqam var. 5-dən 9-a. 5-dən 9-a. Yəni, beyin şuur səviyyəsində 5-dən 9-a qədər informasiya fokuslana bilir. Ən az 5, ən çox 9. Ancaq şuuraltı səviyyədə 2 milyondan çox informasiya qəbul edir. Baxın, Babək müəllim, siz məni düşünməyə vadar edirsiniz. Üzr istəyirəm. Mən rəqəmlər yadda saxlamalıyım. 2000, 5, 9, baxın, indi sizə bir şey deyim. Bastığınız yeri hiss eləyirdinizmi mən deyənə kimi? Yaxud da ki, Loğman mənim qolunuzdakı sadə hiss eləyirdinizmi deyənə kimi? Bax, nəyi demək istəyirəm burada? İnsanın diqqəti orada yox idisə, yəni 7-nin içərisində o yox idisə, insan ona fokuslamayacaq. Babək müəllim, heç nə lazım deyil. Bir dənə Dale Carnegie'nin kitabını götürüb oxumaq lazımdır ki, uğurlu olasın da. O başqa. Ona məsəl üçün biraz onun dedikləri, düzü oxumusunuz çox həqiqi Dale Carnegie. Bilirsiniz, bu hipnoz elmi mövcuddur. Heç kim bunu inkar eləyə bilməz. Amma tibbi hipnozun məqsədi var. Yəni bilirsən ki, xeyri nədir? Nədir? Amma bu estrada, səhnə hipnozu da mövcuddur. Bu da var. Amma məhz Allah verdi mən bunlardan deyil. Mənim elə bir qabiliyyətim yoxdur ki, onu müəyyən eləyim. Burada bir elementar bir sual çıxır. Yəqin ki, intiqam da mənə burada dəstəklər. Deyir, mənim dədəm İsfahanda 40 iynə boyu tullanırdı. Deyir, dədəmə qurban olum. İndi İsfahanda 40 tullanıb, Bakıda da 3-ün tullansın. Yox, indi yox, elə deyil. İndi bunu eləmişsiniz o vaxt. Mən də baxdım o şeylərə. Bu inandırıcıdır. Yox, elə deyil. Əzdəki, İlahə xanım, yaxınlaşır insana. Yaxınlaşır, insan Samnabula kimi belə yıxılır. Yıxılanda da elə yıxılır ki, zədələnməsin. Çox səliqə ilə belə uzanmış biri. Yox, o günü biri var idi. O gün istədi biri məhkəmədə istədi şou yaratsın. Elə yıxıldı. Deyir, mənim dilimi tutun, dilim gedər qarnıma. Sən nə bilirsən dilin gedər, uzan. Bu qabaqcadan, yəni... Bəs yaxşı, 90-cı illərdə... Baxın, həmin 90-cı illərdə Kaşpirovski çıxdı. Hansı ki, bizim bütün beynimizi dumanlandırdı. Alan Çumaq çıxdı, dedi ki, nə bilim, sularınızı mən sizin zarejat edəcəm, götürün onu, nə bilim, onu yükləyəcəm, onu için sağalacaqsınız. Boş şeylər. O başqa şeydir. 10 il getdi buna həyatına. O başqa şeydir. Bəs bu cəmaatı yıxmaq, yerə yıxmaq şarlatanlıq deyil. Şoudur, xanım. Şou keçirsiniz. Sizin televiziyalarda şoular keçirsiniz. Yox, Allah verdi. İnsan yıxılmağı... Allah verdi mənim. O zaman mən ona inanaram ki, doğrudan da, məsəl üçün 200 nəfər... Yıxıl başı deyilsin. Yox, bəli, yıxıl başı deyilsin, Osmanlı mən inanırım. Ona görə ki, biz onu yıxılmamışdan qabaq təlqin edirik. Elə yıxılı ki, başında yeməsin. Bəli, soğanı verirsən, alma kimi yiyir. Kartofu verirsən, alma kimi yiyir. Siz məsəl üçün, siz görməmişsiniz. 2500 nəfəri orada birini götürün və denən ki, sən Riyanasın. Sən Riyana boğazları ilə oxuyacaqsın. Və oxusun, mən onda deyim ki, bravo, Allah verdi. Bəli, şahmat oynamayan adamı bir ayın için Amerikada 22-ci ildə ateistlər vardı. O vaxt belə tağırdılar, orada 20-30 qadın işləyirdi. Birdən-birə onlar 200-300 nömrəni yadda saxlamalıydı. Cəld. Elə eləyirdilər ki, yadda qalmırdı. Nəhayət, hipnoz vəziyyətində bir günün içində 1000 nömrəni onların yaddaşını həkk elədilər. Sizin belə uğrunuz varmı? Hə? Belə uğrunuz varmı sizin? Niyə yoxdur ki, gəl mən bunu eləyim. Kimə? Haçan? Mən özüm sizə, özümüz verirəm sizin əlinizə. Bu hipnoz vəziyyətində yaddaşdan silmək, yaddaşı qaytarmaq, yaddaşa gətirmək, başqa bir fikri onun beyninə salmaq, hətta Birləşmiş Millətlər Təşkilatında hipnoz vəziyyətində, bilmirəm, bilmirsiniz, hipnoz vəziyyətində istintaq aparmaq qəti qadağandır.
Dünyanın hər yerində qadağan. Qadağandır. Yəni ki, mən Bəli, mən hipnotizor heç olsa cinayəti belə. olmayan adamı hipnoz vəziyyətinə salıb, hipnoza salıb, ona deyə bilərəm ki, sən buradan tullandın və filan yerdə silahı filan yerə atdın, hansı ki, heç olmayıb. Və bunun yaddaşını həkk eləyirəm və qurtar, oyandı, çıxdı, getdi. İstintaq, Sən problem ondadır ki, hamı çox kitab oxuyur indi. Detektivdən, zatdan, vallahi. Niyə mən olmuşum deyirəm sizə? Yox, olub, amma siz bunlar güzel danışırsınız, istintaqda bu saat bir nəfər gəlib desin ki, bu qətli mən yerinə yetirmişəm. Onu 50 dənə digər sübutla üzləşdirirlər. Düz gəlməsə də buna çıx getsən, özünü gəlmirsən, kimsən. Mən Elşən bəy sürətlə danışmaq istəyirəm. İcazənizlə Loğman mənim. 07-ni mən vurmuşam, mən deyirəm ki, mən gəlsin aparsın. Loğman mənim, icazə verirsiniz. Elşən, sizin yanınıza kimlər gəlir? Show biznes əhli gəlir. Mən görürəm İlahə xanımla belə əməl mehriban danışırsınız. Deyəsən, gəlib yanınıza. Hüsiyyət var ki, mən birinci səfərdə həqiqətən. Nə oldu belə qaynaşdınız? Hipnoza düşdünüz? Bir forma var ki, mən hamıyla müsbət, yəni mehriban münasibətdəyim. Amma qaldı ki, bəli, show əhlindən də gələn var yanımda və bunların dediyi elmlərdə mən qəbul edirəm. Biz siz necədir? Məsələ burasındadır ki, bunlar sizi qəbul eləmir. Xeyr, biz siz necə? Amma bunlar əgər üzülsün, sübut eləmirsə, mən sübut eləyə bilərəm də. Məsələn, minlərlə bir insan sübut edirəm. Gündə yanıma gəlirlər seansa, baxıram. Və yaxud da ki, mən seansa girim, orada bir xanım var, bir xanımız, üzr istəyirəm, Arzu xanımı sevirəmsə. Lazım deyil. Və yaxud da ki, sizə, və yaxud da üzr istəyirəm. Reklamlardan sonra 5 dəqiqəlik biz ayrılıq, 5 dəqiqədən sonra mənə deyin ki, mənim həyatımda indi nə baş verir və yaxın gələcəkdə ilin sonuna qədər və yaxud da gələn il ərzində məni nə gözləyir və keçmişimdə. 1 dəqiqədən sonra reklam olacaq. 5 dəqiqədən sonra Ekstrasens, Elşən Bəsirət mənim gələcəyimi deyəcək üzümə, keçmişimi deyəcək üzümə və indimi də deyəcək. İlahə İbadova oxuyandan sonra reklamlara ayrılırıq, sonra studiyada. Şərəbləri, rəhtələr başına kəmər qurşarsan
Proqramın ikinci hissəsində bizlə qaldığınıza görə sizə təşəkkür edirik. Yeni sponsorumuzu təqdim eləmək istəyirəm. Doktor Can Polad Klinikasının qısa çarxına baxacaqsınız. Deməli, bugün cəmiyyətimizin ən aktual problemlərindən biri də sonsuzluq məsələsidir və sonsuzluğun araşdırılmasında, eyni zamanda onun həll olunmasında ailədə yaranan bu problemin hansı səbəbdən yaranması ən vacib şərtlərdən biridir. Deyə bilərik ki, yəni ümumiyyətlə sonsuzluq özü əsasən deməli 3 yerə bölünür. Kişi mənşəli sonsuzluq, qadın mənşəli sonsuzluq və yaxud da ki, bunların hər ikisinin bir yerdə olan səbəbdən yaranan sonsuzluq. Eyni zamanda sonsuzluğun yaranmasında birincil və ikinci səbəblər var ki, bunu da yəni araşdırmalıdır. Nəyə görə birincili sonsuzluq deyilir, nəyə görə ikinci sonsuzluq? Ona görə ki, bəzi insanlar var ki, ümumiyyətlə onlar keçmişdə uşaqları olur. İkinci dəfə yəni həmin sonsuzluq yarananda artıq yəni ailənin üzvü deyir ki, məndə uşaq olub, yəni bu problem məndə ola bilməz. Lakin bu belə deyil, ona görə ki, sonsuzluğun yaranmasında ikincili səbəblər də var. Və ümumiyyətlə sonsuzluğun yaranması, ümumiyyətlə əsasən yəni bu dəqiqə cəmiyyətdə demək ki, ən çox yəni bu problemlə əziyyət çəkən qadınlardır. Çünki sonsuzluq problemi yaranan kimi ailədə həmişə qadınları günahlandırırlar ki, sonsuzluğun yaranma səbəbi qadınlardır. Amma sübut olunur ki, bu belə deyil. Ona görə ki, sonsuzluğun yaranmasında qadın qədər kişiyə günahkardır. Eyni zamanda bunun yaranmasında ümumiyyətcə ailənin problemi olduğu üçün hər iki tərəfin araşdırılması, hər iki tərəfin yoxlaması vacib şərtdir. Necə ki, bunu Doktor Can Polad Klinikasında yəni biz tam belə qərarlaşdırmışıq ki, ailəni qəbul edəndə onları güclülük şəklində qəbul edək ki, bu problemin yaranmasını və onun kökünün doğrudan da haradan qaynaqlandığını biz dəqiq müəyyənləşdirə bilək. Bütün bunların hamısından deməli, əsasən yəni fərqli cəhətlərdən biri də o ki, kişi mənşəli sonsuzluqda çox böyük geniş deməli, araşdırmaya ehtiyac var. Çünki kişilərdə ta ana bətnindən inkişaf dövründən yaranan bəzi problemlər var ki, bunlar sonsuzluğa gətirib çıxara bilər. Ümumiyyətcə, kişi mənşəli sonsuzluğun yaranmasında ən çox faiz etibarilə yəni yer tutan cinsi yolla yayılan infeksiyalar ki və onların törətdiyi son fəsadlar və bunun nəticəsində yaranan deməli spermatozoidlərdə olan morfoloji dəyişiklik, eyni zamanda olan sayının azalması, hərəkətin aşağı düşməsi ən vacib şərtlərdən biridir. Bundan başqa kişi mənşəli sonsuzluğun yaranmasında varikosel üstünlüyü təşkil edir və eyni zamanda bətin daxili inkişaf dövründə yaranan bəzi anomaliyalar, kriptorxizm kimi qulaq dibinin törətdiyi səbəblərdən yaranan orxid kimi səbəblər var ki, bunlar da kişi mənşəli sonsuzluğun yaranmasında ən vacib şərtlərdən biridir. Eyni zamanda kişi mənşəli sonsuzluğun yaranmasında əlbəttə ki, hormonal balansın pozulması, hormonlarda baş verən dəyişiklik və onların arasındakı deməli disbalansın yaranması da əsas faktorlardan biri ki, bunu heç vaxt diqqətdən yayındırmaq olmaz. Eyni zamanda bunun araşdırılmasına çox böyük diqqət etmək lazımdır. Bundan başqa kişi mənşəli sonsuzluğun yaranmasında əlbəttə ki, kişilərdə deməli baş verən immunoloji faktor var ki, immunoloji faktor nəticəsində də kişi mənşəli sonsuzluğun yaranması deməli olur ki, buna diqqət etmək və buna vaxtında araşdırmalıdır. Çünki bəzi vaxt olur ki, hər bir şey qaydasında olur, amma bu sonsuzluğun yaranmasında hansı bir səbəbin olduğunu biz müəyyənləşdirə bilmirik. Eyni zamanda kişi mənşəli sonsuzluğun yaranmasında idiopatik bir faiz deməli təşkil edən səbəb də var ki, bu səbəb də odur ki, yəni hər bir şey qaydasındadır, lakin sonsuzluq var. Deməli, burada hansısa bir səbəb var, bu tapılmır və bunu müəyyən etmək çox çətindir. Bu hal-hazırda yəni elmin texnikanın inkişaf etməsi nəticəsində bəzi səbəblər var ki, bunlar deməli ətraf mühitin təsiri nəticəsində yaranan radiasiyadan, eyni zamanda başqa meteoroloji səbəblərdən yaranan bəzi faktorlar, eyni zamanda qidalamanın təsirinə meydana salan səbəblərdən də sonsuzluğun yaranması olur. Və ona görə də biz klinika olaraq bunun araşdırılmasında və həll olunmasında tam bütün fikirlərimizi demək cəmləşdiririk. Eyni zamanda bu problemin araşdırılmasına çox böyük diqqət edirik. Doktor Can Polad Klinikasında ailənin hər iki üzvü yoxlanılır. Eyni zamanda onlarda yaranan problem araşdırılır. Ona görə də biz insanlara tam düzgün olaraq diaqnoz qoyuruq və bir gün səhər tezdən məsələn bizə müraciət edən hər bir insan axşam günün sonunda artıq bilir ki, hansı formada onda problem var və bu problemin aradan qaldırması yolu necədir, hansı formada həyata keçiriləcək. Ona görə də mən məsləhət görürəm ki, yəni belə bir problemlə əziyyət çəkən insanlar əlbəttə ki, doğru düzgün ünvanla Doktor Can Polad Klinikasına müraciət etsinlər və burada öz problemlərinin həllinə onlar əlbəttə ki, nail olacaqlar. Və sponsorların təqdimatına davam. Otacidən sizə danışacağım. Gözəl Göyçək Otacidən. Normal və yağlı saçlarda və saç tökülmələrində istifadə olunan şampundan deyəcəm sizə. Demək, 10 bitkili və gicitkan tərkibli şampun var. O, sizin saçlarınızın tökülməyinin qarşısını alacaq və yağlılığını azaldacaq. Bundan başqa Naturbey Otaci şampunları var. İndi görürsünüz onları ekranda dirildəcək. Birazdan mən sizə argan yağlarından danışacağım. Otaci firmasının argan yağlarından danışacağım.
Və telefon nömrələrini xatırladım. 511-26-85 şəhər nömrəsidir. Otacının şəhər nömrəsidir və apteklərə yaxınlaşsaq, apteklərdən sizə deyəcəklər ki, bəli, var və siz istədiyiniz otac məhsulunu apteklərdən ala biləcəksiniz. Sabdan sizə xəbər verim. Sab kimi dadlı, gözəl bir kalbasa yeməmisiniz yəqin ki. Əminəm ki, yeməmisiniz, çünki sabın dadı tam başqadır. Əgər sab yeməmisinizsə, hesab edin ki, siz ümumiyyətlə kalbasanın dadını bilmirsiniz. Eşən. Bəli. Sizə vaxt verdim, internetə girmədiniz, mənim haqqımda heç nə öyrənmədiniz. İlahi Badova mənim ən yaxın rəfiqələrimdən biri deyil ki, o da sizin qulağınıza pıçıldasın, nə var, nə yox məndə. İnanç olsan da demərəm, çünki maraqlıdır. İndi deyin, görün nə var, nə yox da məndə. Baxaq, sizə indiki vaxtın lazımdır, yoxsa keçmiş vaxtınız? Keçmiş, indi və gələcək. Keçmişə yanlış desəz, biləcəm ki, zəhmət olmasa yaxın gələ bilərsiniz. Yaxın gəlsin. Müəyyən məsafə gözləmək şəhət. Məsafə. Hə, yaxşı. Siz gərək mənə yaxından baxasınız. Siz ailədə 3 nəfər görürəm mən. 3 xanım görürəm. Bunu bilmək üçün ekstrasens olmaq lazım deyil. Bütün internet yazır bu barədə. Xeyr, sizin haqqınızda və uşağınızın, yoldaşınızın evinizə nəyiniz var, onun hamısı Facebook'a yazırsınız ki, mən evimdə falan şey var. Mən yazmıram, press yazmıram. İntiqam valihi olduğu kimi insanlar yazırlar. Siz məşhur insanlardan gelmir, adi insanlar gəlir. Minlərlə insan... Yox, minlərlə insan... Tanımış simalardan söhbət girmir, minlərlə insanlar gəlir. Yaxşı, mən tanımışa deyil. Yox, onlar hamısı internetdə öz haqqında məlumat yazıblar ki, bəs filan şey. Qardaş, deyim nə edinəm? Denən ki, bu xanım, bütün bir dəqiqə indi hamıya bir sizlə maraqlı. Hamı fikirləşir ki, həyatda kimsə var yoxsa yox. Mən bilirəm də, cəmaatın psixoloji. Denən, var yoxsa yoxdur? Xeyr, boşdur. Amma birazdan sonra boşdur nədir qardaş? Bu korobka zad deyil, boşdur. Xeyr, həyatında boşluğu var. Yox, indi özü təsdiqləsin də, yox. Desəydi doludur, bilir ki, boş deyəcəkdir. Amma burada məntiq məsələsi var. Bu ekstrasenslərdə güclü məntiq işləyir, mən deyim də. Mən uzaqlaşsam olar. Deməli, Elşən bilirdi ki, mən desəm ki, var, lap varsa belə. Təbii ki, əgər o sual desin, o deməyəcək ki, var. Düzdür, istər-istəməz deməyəcək. Yəni də 90% ehtimal ki, deyəcək ki, yoxdur. Əgər o düzgün insansa, əgər o düzgün insansa, söhbət sizdən gelmir. Sonra başqa mənə nə gözləyir? Nə gözləyir? Baş boyun ağrıları var, o da hamıda var. Təbii ki, o hamıda olan şeydir. Şix eylaqlarını qəbulləmirəm. Mənfi kimlənsə, istəyir qadın istəyir ki, qəbul üçün mən qəbulləmirəm. Söhbət istəymədən söhbət gedir. Əstəğfurullah. Müsbət ağrı almadığım insana mən seansa girmirəm. Niyə də girməliyəm? Xeyr, kimləsə 5 manat 10 manat lazım. Bir dəqiqə, kimləsə 5 manat 10 manat lazım. Kimsə 5 manat 10 manata görə hansı sıxıntı keçim. Hansı ki bir ekstrasınız 5 dəqiqə klient qəbullayır, istəyir 15 dəqiqə, istəyir puluna, istəyir pulsuz. Bir kamaz daş kimi boşaltmaq bir şeydir. Hansı ki bədənimizdən müsbət enerjilər çıxır, mənfi enerjilər çıxır. Kamazında daş olmayan sən yəni nəyə gəlir ki, boş kamaz indi mənfi enerjisi olan adam gəlmir. Çoxdan atır girir üzrə. Bir şey deyir belə də. Qardaş, sən deyirsən ki, mən mənfi auralar adamı qəbulləmirəm, düzdür? Mənim tutalım keyfim köydür, yaxşıdır vəziyyətim, nəminə. Tutaq ki, deyirəm, heç məni yəni ora belə güllənin qabağında da apara bilməzlər. Amma məsəl üçün, mən nə işim var ki, sən yanında? Problem olan adam gəlir də, düzdür, problemli adamda da mənfi aura olur, düzdür? Başa düşürsən. Sənlə bir deyirsən ki, kamazı boş gətirin, boşaldım. Boş kamazı nəyin boşaldım? Bir müvəqqəti eşitsizlik bir yerde ki, hər zaman ki, məsələn, bunda problemim var deyini mənfi auralıdır. Bəs sən də deyirsən ki, mənfi auralı adam qəbul eləmir. Deyir ki, təməlli olaraq mənfi auralıdır. Təməlli var ki, müvəqqəti. Əgər sizə müvəqqətidirsə, hansı bir problemimizə görə, özü də dərk etsə, bunda müvəqqəti məndə nə bilirsən ki, mən problemimə görə mən niyə bilmirəm? Buradakı insanlar ki, müsbətli ki, mənfidə hamıdır. İstəyir reysollar qarşı, aynısını mən bir dəqiqə. İçəri girəm. Sizə də vergi verilib. Allah-Teala hamıya altıncı istəyir. Sadəcə onu qabartmaq lazımdır. Siz evinizə işə gələndə dediniz ki, xahiş edirəm. Burada ilahiyyatçı varmı? Mən ilahiyyatçı yaşada görə soruşdum. Mən heç bir ilahiyyatçıdan da qorxmuram, heç bir ekstrasensdən də qorxmuram. Niyə də qorxmalıyam? Səbəb nədir? Niyə də qorxmalıyam? Nədir ekstrasens? Azərbaycanda ilk dəfədə ekstrasens birisi Tofiq Dadaşov olub. Hansı ki, Tofiq Dadaşovun böyük hörməti Tofiq Dadaşov ekstrasens deyil. İdeomotorikanı prosto sadəcə olaraq təbliğ eləmişdi. Tofiq Dadaşovla mənim neçə dəfə mübahisəm də olub. İdeomotorika bilirsən, təbii ki, bəyənməzsiniz də bizi. İdeomotorika bilirsiniz nədir? Zaten mən baxıram bir insan sübut edirəm ki, hə, pis ya yaxşı. Girirəm, belə deyək də, seansa girirəm, baxıram. Hansı seansa girirsən? Hansı ki, bu şəxs özünü sübut elədi, mən sübutluq daldım, əksiz danışsa özünüz biləsiniz. Yox, dalmıram, qardaş. Mən deyirəm ki, bax, biz neçənci əsrdə yaşayırıq? Təbii ki, 20-ci əsrdə.
bugün elmin, texnikanın belə bir tərəqqi devrində bugün yağışdan sonra çıxıb göbələk kimi ekstrasenslərin sayı çoxalır. Düzdür. İndi mən xahiş edirəm, de görüm, ekstrasens nə deməkdir? Ekstrasens insanın müsbət mənfi auraların, şəxsən sizinki kimi, mən ekstrasens deyiləm. Mənfiləri götürmək üçün auralar düz yola çəkilməkdən ötürü, insan haqqında proqnoz verməkdən ötürü. Görürsünüz, sənətdən xəbəriniz yox, ekstrasens sonra. Sizin o sənətində xəbəriniz var, hansı ki, gedirsiniz, üzr istəyirəm, deyirsiniz ki, məsələn, Ülvira xanım dedi, deyirsiniz ki, 200 nəfərə görə adam ola. 200 nəfər adam ola ki, mən o insanı o vəziyyətə salam. Trans vəziyyətinə salam. Amma siz tək-tək trans vəziyyətinə salam. Mən tək-tək istəyir onu. Mən üçün fərqi yoxdur Ülvira xanım. Kim üç bəstə varsa, gələr mənim evimə, mən qəbul edirəm. Siz yaxşı tutaqım ki, indi insan gəldi. Mən məsəl üçün durub gəlmişəm sizin yanınıza. Siz mənə nə kimi kömək edə bilərsiniz? Cinlərlə işləyirsiniz. Və yaxud da İntiqam Valihoğlu indi birdən güllərin qabağında gətirir. Gəlin, bax, səmimi danışağın. Gən səmimi danışağın. Azərbaycanda yeganə ekstrasens mənəm ki, istəyir kim təsdiq eləsin, mənim üçün heç bir fərqi yoxdur. Azərbaycanda hansı ekstrasens barmağınızı qatlayın, namaz qılır, Quran oxuyur, ziyarətlərlə gedir. Mən o sualı verməyəm sizə. Bu sizin şəxsi işidir. Yox, demir ki, cinlərlə işləyirsən, cinlərə gəlin. Yox, cinlərə gəlin. Cinlərə gəlin. Əgər siz sualı verirsiniz, cavabınız mən nə işim var idi burada? Bu sizin daxili gigiyenanızdır. Mən maraqlanmıram ki, siz gündə neçə dəfə çimirsiniz və dişlərinizi neçə dəfə. Yox, mənim başqa sualım var idi. Bu da sizin daxili gigiyenanızdır. Bu cinlərə sual verir, cinlərə kökləyirəm. İntiqam Valihoğlu gəlsə, siz ona nə kimi kömək eləyərsiniz? Yəni bu cindən eləyəsiniz, maşın yağı ilə, yemək yağı ilə, nə bilim cindən, prosta heç nə ilə, qatıqla, hər bir şeylə deyir də, vallahi. Jurnalist yazılı südlə yazırsınız. Südlə də yazılır. İntiqam, icazə ver ki, bir də mənim sualıma cavab versin. Nə kimi kömək eləyə bilərsiniz, Eşən? İstər qadın, istər kişi seansa daxil olunursa, təbii ki, problemi olan insan ekstrasensə, baxçıya, psixoloqa, parapsixoloqa müraciət edir. Və yaxud da hansı problemin nəticəsi varsa, və yaxud da bir problemlə gəlsə, baxır, görüşük 5 dənə problem var. Hə, məsələn, müəyyən köməkləri edir. Nə edirsiniz siz? Sadəcə müəyyən formalar var. Şamlarla istifadə olunur. Yəni, başqa ekstrasenslər açıqlama verməsin, mən verə bilərəm. Qara şamla, yaşıl şamla, qırmızı şamla, ağ şamlarla. Xeyr, onlar satışda yoxdur. Mən bu forma ekstrasensəm, başa düşürsünüz. Lüboy problemi həll edir. Bunun adı ekstrasenslər problemlər olur. Bax, dəfələrlə ailə problemlər olurlar, gəlirlər. İstər qadınlar, istər kişilər. Ailələrində söz-söhbətlər olur, dağılırlar, gəlirlər. Və yaxud da ki, urusu kəsilir. Və yaxud da yenə deyirəm, yoldaşla qadın urusu kəsiləndə ekstrasensin yanına gələn adamın ağzına mən cəyən danışım. Yox, bilirsən ya, Rusu onsuz da kəsilib gətirəlim altına. Neçə yaşınız var sizin? 28. Mən orta məktəbi bitirdim, getdim girdim Bakı Dövlət Universitetinə, qutardım, magistraturanı gəldim deyir vəkiləm. Mən deyirəm, siz nə vaxt yuxu gördünüz, sizə vergi verildi, hansı yaşınızda verildi, bizim hüququmuzdur da, yəni demokratiyadır. Siz çox iddialı insansınız, biz də borcumuzu haqlıca jurnalistdir, maraqlanır. Ülvira xanım, bir sual vermək istəyirəm, üzr istəyirəm. Bir dəqiqə verərsiniz. Çox xahiş edirəm, artıq dərəcədə. Baxın, siz bayaqları üzr istəyirəm. Sadəcə bilsiz necədir, hər bir şeyin bir sübutu olmalıdır. Siz bunu sübut eləsəz, sizdə problem olmayacaq. Mən bunu belə başa düşürəm. Sadəcə bir sual vermək istəyirəm. Siz keçmiş, indi, gələcəklə əlaqədar məlumatlar var. Bir örnək olaraq mənə də məlum deyil, sadəcə sual vermək istəyirəm ki, tamam, Loğman müəllim axırıncı dəfə məhkəmə işində hansı mövzuyudur müdafiə edib? Bunu deyə bilərsinizmi? Efirdən sonra mən baxaram, problem yoxdur. Yəni, bilirsiniz nəyə görə, ay səhv baxaram, ay düzgün baxaram deyə yox ha. Ya, mən bilmirəm ha, prosto öyrənmək üçün sual verirəm. Şəxsən... İndi gəbər eləyək də, hamımız hər şeyin üstünə gəlsin. Yox, bilmək üçün soruşuram mən. Allah verdi mənim bir cür Allah'ın İnsan kütləvi yıxdı. Siz 5 kişini burada dombalaq açdınız. Bu nə əhəmiyyəti var? Yaxud bir nəfər gəldi, bir nəfər gəldi, mənlə qurtarın sonra da, mənlə qurtarın sonra. Niyə ora keçirsiniz? Mən sualınızı verdim, mənasız bir şeydir. Bir dəqiqə. Afişə vurulur. Afişədə nə yazılır? Afişəyə baxmalı yaşayacaqlar burada. Afişədə yazılıb ki, hipnoz seansları. Seans başqa şeydir. Yox, bəli. Dombalaq aşa bilər. Ayaqlarını çıxartıb çala da bilər. Bu hipnoz seansları. İndi kim çox çığırdı, o haqdır. Yox, da siz bilmədiniz, deyirsiniz. 2 saat yarım sən mənə dombalaq aşmağına nə eyləndirə bilirsin? Gəlmə. Üçün yıxdın ha. 7 dəqiqə sonra. Gəlmə. Bir şey üzr istəyirəm. Hipnoz araşdırılır elm tərəfindən. Testi
üzərində təsdiq olunub. Bəli, Babək çünki bu müəllim, var. niyə danışanda hamı susur? Elə yatırdıcı səsiniz var mı? Yox, elə yatırdıcı səs. Bilirsiniz, mən bütün ekspertlərin fikirlərinə dərin hörmətimi və diqqətimi bildirirəm. Nəyə görə ki, hər kəs öz fikirlərini ortaya qoymağa çalışır. Kifayət qədər də əsaslı argumentlər gətirirlər. Hipnoz elm tərəfindən qəbul olunur. Dünyada bunu araşdırırlar. Bunu dedik, bəli, bunu danışdıq biz. Araşdırmaları var. Sadəcə bir şey maraqlıdır mənim üçün. Yəni dünyada elmi olaraq, yəni bu ekstra sensorika, ekstra yəni əlavə sensorda həssaslıqdır. Belə bilirəm. Bəli. Bunun dünyada bir laboratoriyası varmı? Varsa hardadır və adı nədir? Vanqa SSR dövründə də baxıb. Mən bilmirəm, öyrənmək istəyirəm. Hansı sağdırmaq üçün demirəm. Vanqa çox öyrənmək bir şey var da. Ola bilər adir o alim olmaq, insan olmaq məsələsinə döndü. Ola bilər kimsə bir hansı işte inan burada məsələsi var. İcazə verirsiniz, mən proqramın sonunda bir də Otacıdan danışım. Çünki Otacı fövqəladə bir firmadır. Otacının məhsulları sizin saçlarınızı çox sağlam eləyəcək. Tərtəmiz saça yaxılır Otacı arqan yağı. Ondan sonra şampunla yuyulur, görürsünüz. Bu da arqan şampunudur, tərkibində arqan var. Daha sonra saç baxım maskası çəkilir saça və yuyulduqdan sonra yenidən saç baxım serumu çəkilir saça. Həmin o serum qalır sizin saçınızda yuyulmur və saçınız daha da canlı, daha da tərabətli görsənir. Telefon nömrəsi 511 26 85 və apteklərdə satılan bir vasitədir, saç üçün bir vasitədir. Ekstrasens də lazım deyil, psixoloq da lazım deyil əslində və hipnotizor da lazım deyil. Sadəcə olaraq Baron Münchhausen kimi özü demişkən, deyir bataqlıqda batırdım, saçımdan dartdım, özümü çıxartdım. Sadəcə olaraq saçınızdan tutub, istənilən çətin vəziyyətdə özünüzü o vəziyyətdən çıxardacaqsınız və gələcəkdə uğura özünüz kökləyə bilərsiniz. Necə ki, bizim studiyamıza gələn İlahi İbadova deyir ki, özüm hər şeyi eləmişəm. Biz sizlə sağollaşırıq, proqramımız yekunlaşdı. Növbəti proqramımıza qədər özünüzdən və yaxınlarınızdan müğayət olun, salamat qalın. Mənim ipək yaylığım var, almağa gəlin, gözəl almağa gəlin. Mənim ipək yaylığım var, almağa gəlin, gözəl almağa gəlin. Gözəllərə mən sataram, almağa gəlin. Gözəllərə mən sataram, almağa gəlin. Gözəl almağa gəlin. Gözəllərə mən sataram, almağa gəlin.
Verilişin sponsoru Doktor Can Poladın klinikası, Verilişin sponsoru SAP, halallıqla xidmətinizdə. Verilişin sponsoru bitki mənşəli otacı şampun və sabunlarıdır. Multi bişirici gərəkdirsə seçin Redmond. Redmond yaxşısını bəxş edin.